Salam, xoş gördük əziz televiziya tamaşaçıları. Yenə də eyni vaxtda, eyni saatda mən Səadət Arif qızının təqdimatında Doğma Dünya TV kanalında Səadətlə Salam Azərbaycana baxırsınız. Bugün də Azərbaycanımızın ən gözəl təbiəti olan, ən gözəl turizm sektoru olan rayonlarından birindəyik. Almasıyla, paxlavasıyla məşhur olan, qonaqpərvərliyi ilə, gözəl mehriban insanlarıyla tanınan gözəl Qubamızdayıq. Özdə hara gəlmişik? Dəlləkli kəndinə gəlmişik bugün biz və dəyərli izləyicilərimiz, bugünkü çəkilişimizdə bizlərə Dünya TV kanalının şimal bölgəsi üzrə müxbiri bizim çox dəyərli həmkarımız Aydın bəy köməklədi. Xoş gördük, salamlayıram dəyərli həmkarımız. Çox xoş oldu, şad olduq sizi görməyə. Gözəl Qubamızda, gözəl Qubamıza həmişə belə gözəl niyyətli, xoş niyyətli insanların gəlməsi bizi də sevindirir. Həmişə siz gələsiniz, belə necə deyim, bura onsuz da necə deyək, başqa rayondan keçdikdə bura əhvalı pis olan insanlar belə bura gəlib getdikdə bu gözəl təbiəti, gözəl insanları, xoş rəftarı gördükcə daha da xoşhal olurlar və bununla yanaşı sizə bildirmək istəyirəm ki, biz hal-hazırda Qubanın gözəl məkanlarından biri olan Dəlləkli kəndindəyik. Burada Dəlləkli kəndinin adı, yəni qədimdə olduğu kimi Dəlləkli olub. Sonradan Sovet dövründə Petropavlovka adlandırılıb. Daha sonra isə müstəqillik illərində yenidən öz tarixi adı yenidən özünə qaytarılıb. Burada Dəlləkli kəndi çox millətli bir kənddir. Yəni bir unikallıq budur ki, burada 8-ə yaxın etnik qrupların nümayəndələri yaşayır. Ümumiyyətlə Quba rayonunun özü bizim bəzi rayonlar kimi çox millətli bir rayonumuzdur. Bütün bunlar barədə danışacağıq Aydın və gəlmişik hara gəlmişik? Biz gəlmişik hal-hazırda kəndin ağsaqqalı Mərdas kişinin evinə. Gözəl bir ailə, mədəni bir ailə, xoş auralı bir həyət. İndi biz möcüzələr aləminə səyahət edəcəyik və buyurun. Buyuraq, əziz tamaşaçılar, mən bugün qonaq gəlmişəm Abibovlar ailəsinə və bu ailənin maşallah balaca uşaqlarından tutmuş böyüyünə qədər hamı bizi səbirsizliklə gözləyir və ailənin çox dəyərli ağsaqqalı. Bu evin necə deyərlər, dirəyi, bu evin babası, atası xoş gördük sizi. Necəsiniz ay ağsaqqal? Sağ olun, xoş gəlmiş Səadət xanım. Təşəkkürlər. Quba qonaqpərvər rayondur. Hər bir gələnə canımızla, qulluğunuzla hazırıq. Təşəkkürlər. Həmişə sizin hərarətinizdən biz də bu həyatda həyat sürək. Çox gözəl, maşallah, nə gözəl danışdı, ay Allah, nə gözəl. Allah sizi var eləsin, ay baba, nə gözəl gülləriniz var, həyat nə gözəldir belə. Bu güllər mənim gəlinim Cəmilə xanımdır. Bunlara zəhmət çəkib qulluq eləyən. Maşallah, O həyatda olduqca çox sevir gülləri. Qadın olan ev ümumiyyətlə gözəl olur və burada gözəllik yaradır. Özdəki rayon yeri, kənd yeri, əgər o xanımın bu güllərə həvəsi varsa, əkib becərməyə həvəsi varsa, burada cənnət də yaradar, elə deyilmi? Bunların əlində iki bacarıqları var. Bir güllərə qulluq, bir də yaxşı xörək hazırlamaq. Ay maşallah, nə gözəl, çox gözəl. Deyir kişinin ürəyinə gedən yol mədədən keçir, ay ağsaqqal, elədirmi? Bəli. Bu mənim ailəmdir, qonşulardır, qohumlar. İcazə verirsiniz bir görüşək, xoş gördük. Həmişə xoş günlərə gələk. Necəsiz? Sağ olun. Çox sağ olun. Xoş gördük. Bir hamı ilə görüşüm, maç-muç eləyim. Sənin nə gözəl gözlərin var, gözəl qız. Adın nədir sənin? Cansı. Can, nə gözəl adın var. Səndən də həm söhbət olacağıq. Əziz tamaşaçılar, bu ailənin ağbirçeyi Asiya nənədir, gözəl ağbirçək. Necəsiz? Biz də xoş gəlmişik. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Xeyirli günlərə gələk. Amin hamınız. Amin inşallah. Allah sizə can sağlığı versin. Bax o baba ilə siz bu evdə nə əsik olmayasınız inşallah. Sizin bacınızdır. Xoş gördük. Adınızı öyrənək. Kibriyə xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Bizə çox xoş oldu gəlməyiniz. Var olun. Təşəkkürlər. Və buradakı digər bizim bacılar da xoş gördük. Salamlayırıq sizləri. Siz də deyəsən baldızsınız. Hə. Dayısı qızıyam. Xoş Baldızdır yoxsa balduzdur? Baldız. Can. Allah sizi var eləsin. Zarafat bir siz tərəfə. gələsiniz. Allah sizə can sağlığı vermisiniz. Həmişə belə Can. yaxşı yerlərdə iştirak Çox eləyəsiniz. sağ olun. Həqiqətən də əziz tamaşaçılar çox gözəl insanlardılar. Pozitiv enerji aldım mən bu ailədən. Sizlər də xoş gördük. Bu evin gəlini, düzdür? Halamdır, bacısı. Hə, bacısı qızı. Hə, gəlini sizsiz, hə? Gəlin yanımıza, gözəl bacımız. Necəsiz? Sağ olun, yaxşıyım.
Sizə suallarımız olacaq, amma həyətə daxil olaq sonra. Əziz tamaşaçılar, Qubanın Dəlləkli kəndində Abibovlar ailəsinin qonağıyıq. Maşallah, çoluqlu, çocuqlu, gözəl, maraqlı, söhbətli, gözəl güşəsi olan çox özəl bir həyətdəyik biz və bu ailə ilə bərabər hamımız yaxından tanış olacağıq. Qubadan hər kəsə nə deyirik? Salam Azərbaycan. Salam Azərbaycan. Düğüne eder bir yastıkta hocaya, haber verin dostlara topla. Cəlilabad rayonunda yerləşən Cəlilabad Multicarət Mərkəzi eviniz üçün ən ucuz və keyfiyyətli, yüksək elegant interyeri özündə əks etdirən zəngin, bol çeşidli məhsulların nömrə 1 ünvanıdır. Ofisinizə, evinizə və digər bütün məkanlara lazım olan bütün inşaat materialları, elektrik məhsulları, həmçinin cibinizə uyğun ən ucuz qiymətlərlə cehizlik aləmi, məişət avadanlıqları və tekstil aləmi, qab-qacaq və çırçıraq aləmi, uşaq aləmi və övladlarınızın vaxtını səmərəli keçməsi üçün uşaq əyləncə mərkəzi, ən əsası, alış-veriş zamanı dincəlmək üçün restoran tipli gözəl bir məkan, Cəlilabadda hamısı bir ünvanda, Cəlilabad Mall Ticarət Mərkəzində. Əziz Cəlilabad və ətraf rayon sakinləri, Cəlilabad Mall Ticarət Mərkəzindən bütün məhsulları tək şəxsiyyət vəsiqəsi ilə zaminsiz kreditlə əldə edə bilərsiniz. Cəlilabad Mall Ticarət Mərkəzi ucuz qiymətləri ilə sevindirir hər kəsə. Sevdiklərinizə ən zövqlü hədiyyə seçimi, müasir son dəb klassik avangard çantalar, sizi digərlərindən fərqləndirəcək Fransa, İsveçrə, Dubay istehsalı olan qalıcılığı ilə seçilən orijinal ətirlər, xanımlara lazım olan yüksək keyfiyyətli kosmetik məhsullar, hər zövqə uyğun bujuteriyalar, Qubada hamısı bir ünvanda, Almel Butikdə. Yüksək keyfiyyət və münasib qiymətlə Almel Butik hər birinizin yolunu gözləyir. Ünvan Quba rayonu, Heydər Əliyev prospekti, asan xidmətlə üzbəüz. Heyran edici dağlar və füsunkar təbiət qoynunda yerləşən, sizin istirahətiniz üçün hər cür əlverişli şəraiti və yüksək səviyyədə xidməti olan Qusarda fəaliyyət göstərən Ranço İstirahət Mərkəzi sizi nağıllar aləminə bənzər, mükəmməl, unudulmaz fərqli istirahətə dəvət edir. Ranço İstirahət Mərkəzini digərlərindən fərqləndirən üstünlüyü və fərqliyi ondan ibarətdir ki, siz bu gözəl ərazini həm qayıqla, həm kvadrosiklla, həm də seçilmiş ən gözəl fərqli atlarla səyahət edə bilərsiniz. Həmçinin milli və Avropa mətbəxinin geniş çeşiddə yüksək keyfiyyətdə bütün təamları və bu istirahət mərkəzində yetişdirilən balığın ən dadlı, ən qiymətli növlərindən sayılan farel balığı gələn müştərilərə ləziz dadda hazırlanıb təqdim olunur. Onda qeyd edək ki, Ranço İstirahət Mərkəzində müxtəlif növ heyvanların saxlanılması və yetişdirilməsi üçün yaxın günlərdə böyük ferma yaradılacaq. Ranço gözəl Azərbaycanımızda istirahətin ən gözəl və ən mükəmməl nömrə 1 məkanıdır. Əziz izləyicilər, xüsusilə vurğulamaq istəyirəm ki, bu ailə Axıska türkləridir. Bu barədə danışacağıq. Nə vaxt gəliblər, necə gəliblər və burada çox özəl, gözəl bir yer var. Hansı ki, bardaş qurma əyləşirlər və xanımlar dedi ki, Səadət xanım, bax bu yer Səki adlanır. Mən istəyirəm ki, Ağsaqqala yaxınlaşım. Ağsaqqal özü məlumat versin bu barədə. Ağsaqqal, deyəsən burada bardaş qurma əyləşirsiniz. Bəli, Səadət xanım, bilirsiniz, biz kənddə yaşadığımız üçün, təsərrüfatla məşğul olduğum üçün, işdən gələndə yorğun, yaxşı dincəlmək üçün, yəni ki, içəri evə girəndə başa hava olur, amma bayırda təmiz havada oturub günorta çörəyi yeyib, axşam çayı içmək üçün əla yerdir. Çox gözəl, nə yaxşı. Bugün elə axşam üstü gəlmişik, elə axşama düşüb. Burada mən özüm üçün də bir əyləşəcəm, görüm onun deyir, dadı, duzu, ləzzəti necə olur, hə Aydın? Burada həm bardaş qurub oturursan, yəni qonaq olanda, həm də təklikdə ev sahibi öz ailəsinin yanında, necə deyərlər, oturaq vəziyyətdə, necə ayağımı uzadım bir istirahət eləyim. Bax, həmin şeyi praktiki olaraq burada tətbiq eləyir. Bəli. Bura yəni məxsusi olaraq Ağsaqqal türklərinə, ümumiyyətlə türk etnosuna aid olan bir adətlərdən biridir ki, həm də qədimi bir adətlərdən biridir ki, mütləq
indi oturacaq stollar çıxdıqdan sonra o adət ləğv olub, ancaq bugünkü gündə onları yaşadan insanlar sağ olsunlar. Yəni ənənədir, həm qoruyurlar, həm ötürürlər. Bəli, əziz tamaşaçılar, elə Salam Azərbaycan verilişinin də ən gözəl cəhətlərindən biri və digər verilişlərdən fərqləndirən odur ki, biz Azərbaycanımızın və digər xalqların milli mənəvi dəyərlərini, mədəniyyətini, adət-ənənələrini bu verilişdə çəkib sizlərə təqdim edirik. Bax, həyətə daxil olacaq. Orada da bir qardaşlar güşəsi yazılıb. Elə öz qardaşı Məhəmməd Oranı çəksin. Qardaşlar güşəsindən Saadətlə Salam Azərbaycanı sizə təqdim edəcəyik. Əziz izləyicilər, həqiqətən də bu ailənin həyətinə daxil olanda elə bilirsən ki, bir istirahət mərkəzindəsən. O qədər gözəl bir güşələr yaradılıb burada. Həm də ki, yaşıl təbiət, səfalı gözəl bir hava və gözəl insanlar. Hamısı hardadır? Dəlləkli kəndində, Abibovlar ailəsində və Salam Azərbaycanda bugün. Ayaq saqqal. Orada gördüm qardaşlar güşəsi yaradılıb. Necə olub ki, bu qardaşlar güşəsini yaratmısınız? İdeya kimdən gəlib? Nə üçün qardaşlar güşəsi adlanır? Bax, bütün bunlar barədə həm bizə, həm də izləyicilərimizə məlumat verərsiniz. Saadət xanım, biz həyatda ata-ananın iki qardaşı yox. Bəli. Qardaşım Musadır adı. Deməli, Küşənin adını da ona görə qoymuşuq ki, yəni iki qardaş. Onun bir oğlu var, mənim də bir evladım oğlan. İki qardaş bu həyətdə yaşayırsınız, yoxsa ayrı-ayrı? Yox, onun öbürsü evdə, mənim bu həyatımda. İndi onun da bir oğlu var, bizim də. Bəli. Bunlar da qardaşdır. Mənim iki nəvəm var, oğlanlardır. Babalarımın adını daşıyırlar. Nə yaxşı. Babalarımızı biz adlarını yaşadırıq. Deməli, mənim bir nəvəmin adı Həbib, bir nəvəmin adı Mansur, atamın və babamın. Onun nəvəsi Süleyman, onun da babası, Ulu Baba. Əziz izləyicilər, həqiqətən də bu həyət istirahət mərkəzinə bənzəyir. Yəni, bu sözü doğrudan da mən real olaraq demişəm. Bax, arxa hissədə çox gözəl bir məkan var. Yəni, orada da dincəlmək olur və buradan da yaxşı bir arx keçir. Bax, belə sərin, buz kimi. Yayda bura çox möhtəşəm olacaq. Və bu güllər, gözəl güllər, ətri gözəl, özü gözəl. Ağsaqqal demişkən, deyir, burada insan cavanlaşır. Həyətə baxdıqca insan zövq alır həyatdan. Bu həyət həqiqətən də insana mənəvi güc verən, insanın ruhunu cavanlaşdıran gözəl bir yəni məkandır. Abibovlar ailəsinə xüsusi təşəkkür edirik ki, bugün bizi Salam Azərbaycan verilişini evlərinə qonaq dəvət ediblər. Salam Azərbaycana baxırsınız. Bax, burada hansı ağaclar əkmişsiniz, ayaq saqqal? Burada bizdə meyvə ağaclarıdır, əsasən gilasdır. Sonra müəyyən bitkilər var, dəfnə yarpağıdır, feyxuadır, mandarindir, limondur. Onları da başlamışam təzə yetişdirməyə. Gətirmişim bu bağçamda şey eləmək üçün. Heyva var, zeytun var. Oldu. Əziz izləyicilər, həyətin digər hissəsində qədim milli güşə yaradılıb. Hansı ki, qədimdən qalan eksponatlar vasitəsilə burada çox gözəl bir, özəl, maraqlı insanları cəlb edən güşədir və nəzərimizdən, diqqətimizdən qaçmadır ki, qardaş ölkə Türkiyənin və gözəl Azərbaycanımızın gözəl üç rəngli şanlı bayrağı bax orada dalğalanır. Həmişə elə bayraqlarımız zirvələrdə dalğalansın deyirik. Bax, bu qədim milli güşə barədə danışaq. Yəni, siz Ağsuqa türklərsiniz, bu barədə danışacağıq, nə zaman gəlmişsiniz. Suallar verəcəm, amma məhz indi istəyərdim ki, qədim milli güşə barədə danışaq. Deməli, bu bayraqları mən nəyə görə bir yerdə salıram? Mənim rəhmətli anamın tərəfindən babam vardı, Mirzə Bayraqdarov. Deməli, Qafqaz İslam ordusu Azərbaycana gələndə Nuri Paşanın bu Axısqadan könüllü olaraq qoşulmuşdu. Gəncəyə kimi vuruşmuşdular, orada yaralanıb qalmışdı. Mən yadıma gəlir, radiosu vardı, Köhnə Rekord radiosu. Daim Türkiyəni tutar, Türkiyə mahnılarını qulaq asırdı. Həsrətindədir Türkiyənin. Bugün əslində orada düzdür, doğma qardaşlıqdan danışıldı. Həm də ştrix olaraq bura qardaşlıq quşəsidir. Yəni, Ağsaqqalda qeyd etdiyi kimi, burada Azərbaycan-Türkiyə qardaşlığı həm də burada öz vəhdətini tapıb. Yəni ki, elə həmin ada uyğun bir ad altında artıq iki mövzu birləşib, birləşir. Bu da öz başqa bir gözəllik verir, başqa bir məna verir. Yəni, tam dolğun bir şəkildə özünü Ağsaqqalın dediyini ehtiva edən bir forma alınır. Deməli, burada əşyalar, təsərrüfat əşyaları, məişətdə istifadə olunan, bax, bu Azərbaycan qazanlarıdır, müxtəlif.
Bu Rus-Ukrayn qazanlarıdır. Çünki bizim kənddə qabaqlı Ukraynlar yaşayıb. Bu Ağsaqa türklərinin qazanlarıdır. Gəlin belə deyək də onda. Bura beynəlxalq bir milli, qədim milli güşədir ki, bütün dövlətlərin, millətlərin özünə məxsus qədim, yəni eksponatları var, bəli. Sağ ol. Bu yaxınlarda Afqan qardaşım gətirdi, verdi. Dedi ki, bu dağda, yaylaqda məsələn mal-qara yuxarıda olub, kənddə süd emalı olub. Bununla süd ötürüblər. Yəni ki, atların belində gətirmək üçün yox. Fərhad və Şirində öz əksini necə ki tapırdı. Şirin qəsri Şirinə o süd gölməçəsinə südü dağdan daşımaq yox, birbaşa saxsı qablarda gətirilmək. İndi müəyyən çox yerlərdə var ki, arxeoloji qazıntılar zamanı həqiqətən də öz əksini tapır ki, həqiqətən südü və suyu maye şəklində əllə daşımaq üçün yox, fiziki əməkdən qismən azad olmaq üçün, uzaq məsafəni daşımaq üçün axıdılma vasitəsilə həmin saxsı qədimdə olan saxsı borular vasitəsilə daşınıb gətirilib. Burada buranın özəlliyi, zənginliyi ondadır ki, Sadıq xan həmçinin bilməm nəzərinizə dəydi, dəymədi. Burada qədimlə, yəni qədim arxeoloji tapıntılardan tapılan əşyalarla yanaşı, yəni tarix burada silsilə şəklində davam edərək yaxın keçmişimizdə olan müasir dövrün texnika bax, məsələn burada televizor bax görürsünüzmü? Bəli. Televizor var, köhnə patefon var, radio var, nə bilim radio ötürücülər var, müəyyən şeylər var ki burada. Bax tərəzi də var orada. Bəli, hər cür tərəzi növləri var orada. Hətta bunlardan indi də istifadə olunur da. Ona görə deyirik ki, müasir dövrə aiddir çoxsu, bəli. Bunlar qapanlardır, məsəl üçün qapanlardır. Nəinki qədimliyə, həm də ki yaxın keçmişimizi, ümumiyyətlə keçmişimizi unutmağa, yəni qoymayan bir mənzərədir bura. Buranı nə bilim qədrini bilmək lazımdır, qorumaq lazımdır. Allah insanlarımızdan da razı olsun, vətəndaşlarımızdan da ki, buranın zənginləşməsinə, tariximizin itməməsinə, yəni yaşamasına böyük təkan verirlər. Allah onlardan razı olsun. Deməli, bu araba mənim qonşum kənddə rəhmətli Balaşirin dayı yaşayırdı. Bir vaxtları kənddə Qubada muzey şəhərindədir. Kino çəkirdilər, almaya bənzər. Həmin o kinoda bu araba ilə istifadə ediblər o çəkilişdə. Bu arabanın bir hissəsidir deyək. Bəli, bir təkəridir. Təkəri, bəli. Sonra bu Vintovkanın mizidir. 1918-ci ildə Qırmızı Ordu, 11-ci ordu gələndə Xudatda ən birinci müharibə oradan başlayıb. Döyüşlər oradan başlayıb. Bax, bunlarla bizi qətlə yetiriblər. Bu əl dəyirman daşıdır. Bundan deməli keçmişdə buğdanı, arpanı verdilər, üyüdürdülər. Dənli bitkiləri üyütmək üçün kirkirə deyirdilər. Daş, yəni bu əl dəyirmanlarına kirkirə deyirdilər. Dənli bitkiləri üyütmək üçün o vaxt elektrik enerjisi olmayıb, yəni üyütmək üçün yalnız belə daşlardan, bir də ki su dəyirmanlarından istifadə olunub. Bəli. Quba rayonunda həm də onu vurğulayım ki, su dəyirmanları bir çox yerlərdə olub. Məsələn, onlardan Səbətlər kəndi var, Zərqavan, Qorxmazaba var. Bu kənddə olub. Məsələn, dərə buradan su axan yerlər harda ki, yəni qədimdə insanlar yeməyi, qidanı, çörəyi əldə etmək üçün bu vasitələrdən istifadə edirlər. Crosswordlarda, interaktiv oyunlarda, yəni çoxsunun bilmədiyi bir arxaik söz var, ovdan. Yəni bilmirlər. Nədir? Ovdan bax budur. Yəni daş. Nə üçün istifadə olunur? Nədir bu? Bura çikli suyu, lilli suyu tökürsən altdan, bu xüsusi daşdır. Filtrasiya edərək altdan duru şəffaf şəkildə içməli yararlı suyu istifadə etmək üçün götürə bilərik. Əziz izləyicilər, mənə məlumat verildi ki, bax bu dəyirman daşları ki var, hər biri daş kəsəndən gətirilib və burada həqiqətən də fərqli dekorativ ağaclar var. Çox belə maraqlıdır. Bax bu nədir məsəl üçün bu ağac? Bu hansı ağacdır? Bu deməli dekorativ ağacın adı samşitdir. Bu soğuğa dözümlü. Bu nalçik, bir universitet nalçikdən gətirmişik. Var hələləri ki, Lənkərandan, Astradan, Masaldan gətiririk. Sarı, yaşıl rəngdə. Fərqli rənglərdə, bəli, çox gözəl. Bu tropiçiski, Bax bunlar, hə. deməli sarmaşıqdır.
Əziz izləyicilər, yoruldum biraz çəkilişdən. Həyəti gəzdim, dedim ki, əlim qəşəng əyləşim burada. Ay Mirdəs baba, deyəsən burada dincəlirsiniz. Nə gözəl yeri yaratmışsınız özünüzə. Vallahi işten sonra belə yerdə oturup dincəlmək insanın bütün ağrıları, her şey silinip gedir. Özü daha da yaxşı hiss edir. Yorğunluq çıxır da candan. Bəli, yorğunluq çıxır. Nə gözəl. Ondan başqa da ki, inanırsınız, göz belə gözəlliyi görəndə gözəl fikir yaranır. Xanımlar bizi gözləyirlər. Qəşəng orada samavar çayı var, ağsaqqal. Sizin böyüklüyünüzlə, sizin necə deyirlər, evin ağsaqqalısı, sizlə bərabər gedək biz də süfrədə əyləşək. Təbii ki, başda siz olmaqla gedəkmi ora? Buyuruz. Bu samavarın bir tarixçəsi var dediniz, hə? Onu da danışın. Deməli 1958-ci ildə biz ilk Azərbaycana gələndə Bəli. ilk rəhmətlik anamın aldığı deməli bu samavar oldu. 58-ci ildən bu yana kimi deməli bəli 67 ildir biz bunu qoruyub saxlayırıq. Fikir verin, bugünkü gündə belə bir naxışlı samavar zad yoxdur. Özdə çayı tez dəmlənir, qaynayır. Bəli. Özdəki əla dadlı olur. Bu samavar hardan qalıb dediniz? Hansı ölkə? Siz özünüzü xoş Gətirmisiniz? yox Azərbaycana. Hə. Siz özünüzü xoşbəxt desələr ki, belə samavardan çay içəcəksiniz. Baş üstə. Əziz tamaşaçılar, baba deyir ki, Sadət xanım, nəvələr üçün burada gözəl bir gülşə yaratmışam da. Yəni belə deyək ki, süni bir gülşədir. Hə, ağsaqqal. Əziz tamaşaçılar, doğrudan da bu ailə başdan ayağa bir tarixdir. Bu həyət də muzeyə bənzəyir. Sanki çünki burada o qədər qədim milli eksponatlar var ki, ağsaqqal deyir ki, Sadət xanım, bura gəlmişsinizsə, bu samavar mütləq şəkildə efirə düşməlidir. Siz məlumat verin, neçənci ilə aiddir, hansı ölkəyə aiddir, buyurun. Deməli Saadət xanım, bu samavar kəndimizdə vaxtilə Ukrayna millətindən olan Qalya xala yaşayırdı. Əslən Poltavada onları bura sürgün eləmişdilər. Çar Nikolay Yekaterina dövründə. Deməli 1830-cu illərdə. Özü buradan köçüb gedəndə 90-cı illərdə rəhmətlik anama hədiyyə elədi ki, dedi ki, mən bunu saxlamışam deyir nənəmdən. Bunu da siz saxlayın. Bura Azərbaycan çayı sevirlər deyir. Bu çamardan istifadə edərsiniz. Üstündə yazılıb 1870-ci ilə aiddir. Bataşev fabrikasıdır Tuğla'nın. Tuğla məşhur fabrikdir. Olduqca. Bu da qəşəng çay dəmləmə. Niyə vermirsiniz bizə bunu aparaq biz? Yox. Hə. Bu mən Hə, ağsaqqal. nəvəmə tapşıracağam ki, bunu Siz bunu nəsildən nəsil? bəli, nəsildən nəsil. Hamısı bax oğluma deyir. Əziz tamaşaçılar, bu sualı əbəs yerə vermədim ağsaqqala. Yəni mənim üçün də maraqlıdır ki, bu qədər qədim milli eksponatlar var. Ağsaqqal deyir ki, Sadət xanım, heç birini kimsəyə vermirik. Çünki mən necə deyirlər, atadan oğula, oğuldan onun oğluna, yəni babadan nəvəyə ötürülür də, növbəti nəsillərə ötürülür. Yəni sualımızı əbəs yerə vermirik. Bax son bir ildə sizin qədim milli eksponatlar sırasına yəni aid olan, kiminsə hədiyyə etdiyi nə var? Son bir il ərzində yeni. Bilirsiniz, burada məsələn 400-dən yuxarı əşya var. 400-dən yuxarı olan əşya. Son bir ildə məsələn Qubanın Yeni kəndindən bir nəfər gətirib atasının çarıqını, çarıq tək taydı, sandıqdan çıxar gətir. Sandıqdan çıxar gətir, o şləpaya da gətir. Deməli, atası bir 41-45-ci ildə müharibədə iştirak edib, bir ayağını itirib, bir ayağından yaşayıb 50 il müharibədən sonra. Dostlukta hocaya haber verin. Əziz izləyicilər, Salam Azərbaycana baxsız verilişimiz öz axarı ilə davam edir. Bugünkü çəkilişlərimizə göstərdiyi köməkliyə görə, yaratdığı şəraitə görə Quba rayon İcra Hakimiyyətinin rəhbərliyinə və dəyərli nümayəndələrinə minnətdarlığımızı bildiririk. Təbii ki, bizim həmkarımız Aydın bəyə də xüsusi təşəkkürümüzü bildiririk və bu gözəl ailə, Abibovlar ailəsi, Ağsaqqal, Mirdəs baba başda olmaqla hər birinə söyləyirəm ki, qapınıza həmişə xeyirli günlərə gələk. Çox sağ olun ki, bax bizi gözəl qarşıladınız və dəyərli Ağsaqqal, Mirdəs baba, mən istəyərdim ki, biraz sizdən danışaq. Neçənci ildə gəlmişsiniz Azərbaycana? Necə oldu ki, gəldiniz? Ağsaqqal türkülərindən biraz danışaq. Buyurun. Saadət xanım 1958-ci ildə bizi Özbəkistandan Azərbaycana dəvət elədilər. Ən böyük dəstəyi biz aldıq Ulu Öndər Heydər Əliyevdən. 1969-cu ildə hakimiyyətə gələndən sonra Saatlı rayonunda türklər olan kolxozları ailəni soruş eləyəndə, ziyarət eləyəndə soruşmuşdu ki, sizdə nə çətinliklər var? Demişlər ki, hər şey yaxşıdır, ancaq qaldı ki, müəyyən texnika iş təminatı biraz zəifdir. Çünki təzə qurulan kolxozlarda müəyyən çatışmamazlıq olub. Deyir, sizdə nə peşə ilə işləyirsiniz? Deyib ki, heç nə deyir, fəhlə, brigadir. Dedi, yox, həkim, müəllim, başqa peşələr
deyib ki, olduqca azdır. Həmin o ilə o qərar çıxartırıb ki, Ağsa türkləri və dağ rayonlarda olan ali müsabiqədən kənar ali məktəblərə daxil olsunlar. Bütün bu nailiyyətim, bütün bu işləri əldə olmağa mən borcluyam məhrum Heydər Əliyevə. Nəyə görə? Çünki 96-cı ildə bu torpaq islahatı aparanda bizə adam başına 32 sotluqdan torpaq düşdü. Biz öz zəhmətimizlə bu işləri nail ola bildik. Gözəl ana ağbirçəyimiz Asiya xanım, xoş gördük yenə də sizi. Çox sağ olun, var olun. Neçə oğul var, neçə nəvə var, neçə qız var? Bax, bunlardan danışıq ay ana. 4 kızım var, bir oğlum. Aha, Allah 13 nəvəm var. Maşallah, Allah saxlasın. 4 kızımı da köçürmüşəm, oğlumu da evləndirmişəm. Siz də Ağska türküsüz yoxsa? Hə, bəli. Mən Qubada anadan olmuşam ancaq burada. Burada anadan Hə. olmuşsunuz. Aha, lap yaxşı. Salamlarınız var. Verilişin adı Salam Azərbaycanlı. Kimə salam deyirsiniz? Hamıya, bütün Sizi tanıyanlara. bəli, bütün bizi tanıyanlara salam deyir. Bayaq mən qapıda söylədim, sən mənə bax, əsas iş burdadır. Deyirlər ki, kişinin ürəyinə yol mədədən keçir. Babanın ən çox sevdiyi yemək hansıdır? Mantı. Türklər daha çox hazırlayır. Məndə mantı, xəmir xörəkləri. Çox sevir. Hə. Ümumiyyətlə, bax, Qubada, Dəlləkli kəndində Ağska türkləri çoxmu yaşayır? Əlbəttə çoxdur, hə. Aha, başqa hansı kəndlərdə yaşayırlar? Quba rayonunda. Bəli, bəli. Quba rayonunda Vladimirovkada yaşayırlar, Ağbildə yaşayırlar, Mirzə Qışlaqda yaşayırlar, Vəlvələdə yaşayırlar, Qədikdə yaşayırlar. Yəni həqiqətən də, yəni beynəlmiləl bir rayondur. Quba rayonunda yaşayırlar. Siz nümunəvi bir ailə sayılırsınız Azərbaycanımızda. Mən istəyirəm bax necə tanış olubsunuz, sevgi hekayənizdən danışaq. Xanımı harda gördün ilk dəfə? Ayaq saqqal. Siz Saqqal bir ah çəkdi. şeyləri açmayın. Çox sevmisiniz deyəsən. Bilirsiniz. Sevmə ailə qurmusunuz? Bəli, bəli. 1979-cu ildə rəhmətlik anam dedi ki, Allah rəhmət eləsin. Lətif dayının qızı var, onu bir görəydin. Bir məsləhət olub. Məsləhət göstərdilər, axı ip ucu verdilər. Sonra elə oldu ki, qonşu kənddə Amsarpaq qışlaqda toy olurdu. Oradaydıq, bu da oradaydı. Gördüm, anama dedim ki, mən razı. Hələ oldu ki, o da gəlin oldu bizim evə. Dayım oğlu da ki, baldızım. Bəli. O da gəlin oldu. Deməli, bunun ayağı düşərlidirmi, yaxşıdırmı? Şərli olub ayaq Onu da gətirirdi. Allah sizi var eləsin deyirik. Demək ki, sevgi üzərində qurulan bir ailədir. Aranızda heç söz söhbət olubmu? Yox, söhbətsiz iş olmur. Ancaq qaldı ki, çox dərinə getmirik. Getmirsin. Yox. Heç o da lazım Bilirsiniz, deyil. məndə bir prinsip var. Bağışlamağı bəcər. Bəli. Bağışlamaq, məndə küsmək yoxdur. Bir 15 dəqiqə acıqlanaram, soğuyaram. Qutardı, getdi. Siz də xoş gördük. Asiya xanımın bacısı düzdür. Necəsiz? Yaxşı. Bax, burada verilişimiz çəkilir. Əhval-ruhiyyə necə oldu? Sizə necə təsir elədi? Müsbət enerji oldu mu? Çox yaxşı, hər şey əla. Belə çəkilişlərdə iştirak eləmisiniz? Olur hərdə. Hərdən olur. Çünki bu ev elə bir evdir ki, hamı gəlir gedir. Öncəliklə istəyərdim ki, salam Allahın adıdır. Kimə salam demək istəyirsiniz? Buyurun. Bütün hər kəsə, bütün baxanların hamısına salam deyirik. Yaman utanırsan, heç danışmaqla aran yoxdur. Niyə danışmırsan? Gəlin varmı? Hə, 2 Neçə dənə. gəliniz 2 var? dənə. Hə, nəvə var? Hə, 4 dənə. Hə, Allah saxlasın. Gəlinlərlə necə yola gedirsiniz? Yaxşı. Deməli, baldızımın, dayımın qızının və öbür qohumların bir gözəl ədət-ənənəsi var. Müəyyən günlərdə belə çay süfrəsi hazırlayırlar. Bir gün birinin evində, 3 gündən sonra başqasının evində yığılışıb, oturub çay içib söhbət eləyirlər. Elə hər ailədə mehriban münasibətin olması üçün əziz tamaşaçılar xoş ünsiyyət lazımdır. Mən istərdim ki, digər bizim gözəl anamızla da tanış olaq. Adınızı öyrənək. Səbirə. Çox gözəl. Baldız oldunuz da, səhv eləmirəmsə düzdür. Gözəl bacımız. Kimə salamlarınız var? Qohum əqrəbə hamısına, cəmaatın hamısına salam deyirəm. Çox sağ olun. Qardaşı Heç, Türkiyədə. nə yaxşı, buradan salamlayırıq. Heç baldızlıq eləmisiniz? Eləməmisiniz. Gəlinlərdən soruşmaq lazımdır ki, baldızam nə Yox, təmin. gəlinlər elə sizi tərifləyəcəklər. Gəlin çünki həmişə baldızdan biraz çəkinir də, bir addım geridə axı. Ona görə sizi tərifləyəcəklər. Yox, yaxşı Amma olmuş. görə mehribansınız. Siz nə yola Yaxşı getmək olmuşam olar? ki, yaxşı da tərifləyirlər. Can, həmişə yaxşı olasınız deyirik. Daha çox Ağska türklərinin yəni hazırladığı yeməklər hansıdır? Mantı, xınqa,
Xəmir xörəkləri. Xəmir xörəkləri, hər cür xəmir xörəkləri var. Hamısını da bacarırlar, yaxşı bişirib cəmaatı yola salırlar. Yaxşı, bax. İndi gəlin gətirirsiniz də siz başqa ocaqdan öz ocağınıza. O gəlinlər təbii ki, indi yəni Aska türklər deyə çoxsu da. Sizin də mətbəxi bilmirlər. Onlara öyrədirsinizmi, yoxsa Öyrədirik, əlbəttə öyrətməliyik, öyrədirik də. Əziz izləyicilər, iki gəlinin arasındayam. Həm söhbət olacaq. Bu evin gəlini sizsiz, düzdür, gözəl bacımız. Həmişə mehriban olun, xoşbəxtçilik olsun. Öncəliklə bir salamlarınızı eşidək. Bizi baxan hər kəsə salam göndərin. Qaynana ilə münasibətlər necədir? Hələ ki sülh rejimindədir deyəsən. Yaxşıdır həmişə. Həmişə yaxşı olun. Bəli. Bu suallar təbii ki bir zarafatdır. Yəni hər bir xanım getdiyi evdə analarımız da bilir ki, gəlin yox, o evin qızı olmalıdır. Gəlin məncə hörmət qazanmalıdır özünə. Sən yaxşı olmalısan ki, sənə hamı yaxşı olsun. Bəli, elə. Deyirlər gəlin ocağa çəkər. Səndə necə olub? Elədir. Elədir. Bu da özünü tərifləyir mən kimi can. Yoldaşın necə? Bişirdiyin yeməkləri bəyənir? Bəyənir. Yeməyin arası yaxşıdırmı? Amarıq görsənir. Hə, hər yeməyi yemir. Hər yemək kaprizləri var. Bəli. Hə, ancaq ağsaqqal deyir ki, qayğanaq yeyirlər. Can, gözəl bacımız, Allah sizi var eləsin. Neçə övladınız var? 3. Üç 2 övladınız oğlan, var. bir qız. Allah saxlasın, xoş günlərini görəsiz. Sizi də xoş gördük. Xanım deyir ki, bizə çox sal vermə, Saadət xanım. Ancaq salamlar deyəcəm. Buyurun gözəl bacım. Bizə baxan bütün qohum-əqrəbəmizə salam deyirəm. Nə deyim də? Necə gəlinsən? Səni yaman təriflədilər. Yaxşı, necə deyim? Hə, qaynanalar bugün gəlinlərini çox təriflədi əziz tamaşaçılar. Bütün ocaqlara mehribançılıq arzu edirəm. Belə gözəl ballar arzu edirəm. Ay gözəl balamız, ay Azərbaycan igidi, danışmaq istəyirsənmi sən? Adın nədir sənin? Mansur. Hə, kimə salam deyirsən buradan? Dostların var? Kimdir dostların? Bax sənə baxırlar, hamısındır. Hə. De görək. Sinan. Hə. Sinan kimdir ki? Hə, yanındadır. Hə, dostdular da. Sən neçənci sinifdə oxuyursan? 6. Böyüyəndə kim olmaq istəyirsən? Bilmirəm. Hələ peşə seçməmsən? Yox. Daha çox hansı sahəyə marağın var? Əskər. Hə, Azərbaycan igidi olmaq istəyir. Yeri gəlmişkən Allah Azərbaycanımızın cəbhədə, müdafiəsində dayanan bütün əskərini, ordusunu qorusun deyirik. Azərbaycan ordusu var olsun. Və əziz izləyicilərimiz, verilişimizin sonuna yaxın sən gəl yanıma gözəl bala. Görüm sən nə danışmaq istəyirsən. Hə, bir də bu evin oğul övladı Mirzə oldu da adınız. Gəl Mirzə qardaş buraya, gəl xanımın yanına. Sənin yerin buradır. Səni kimə ayrı salıb? Gəl görək bura. Sən yerinə keç. Əziz izləyicilər, bu ailə doğrudan çox gözəl ailədir. Gəl bura sən də. İstəyirəm ki, hər biri düşsün efirə. Hə, Mirzə, salamların varmı qardaş? Bəli, bütün bizi izləyən hər kəsə salam deyirəm buradan. Qohumlarımız var Türkiyədə. Bəli. Onlara da salam çatdırıram efir vasitəsilə. Nə işlə məşğul olursunuz? Kənd təsərrüfatına yoxsa necə? Təsərrüfatçılıqla məşğul oluruz. Hansı növü ilə? Əkinçilik, maldarlıq? Bağçılıq da bizdə, meyvə bağları. Bəli. İntensiv bağlar salmışıq belə şeylərlə. Daha çox hansı meyvə ağacları var orada? Alma, armud, gilas. Zəhmətkeş ailədir bu ailə və xanımla necə sevərək ailə qurmusunuz, yoxsa ailənin məsləhəti ilə? Əlbəttə ki, ailənin məsləhəti də olub, sevmişəm də. Sevgi də olub aranızda. Həmişə mehriban olasınız deyirik. Sağ olun. Xanım deyir ki, yemək məsələsində kaprizlidir. Bəli, hər yeməyi xoşlamıram. Niyə xoşlamırsan? Hə. Nə bilim, Xanıma niyə əziyyət verirsən, baxsan, sonra deyirsən sevirəm. Xanım sizə kömək eləyir o işlərdə, bağça işində. Bəzi işlərdə aparıram, yəni lazım olan momentdə. Əsas odur ki, gəlindən evdə qaynana qaynata razı olsun. Elə deyilmi? Bəli, sən sonra da razı olarsan öz fikrində. Gəl yanıma ay qardaş, gəl. Gəl görək. Bu uşaqlar yaman gülür. Adı Sinan oldu, hə? Hə, Sinan, kimə salam deyirsən? Bütün izləyənlərə salam deyirəm. Sən neçənci sinifdə oxursan? Mən 7. Aha. Sən kim olmaq istəyirsən böyüyəndə? İnşallah kompüter mühəndisi olmaq istəyirəm. Fərqli bir sahədir, özdəki çox məsuliyyətli bir sahədir. Hə. Bizim Cansu qızımız oldu, hə? Mavi gözlüm. Salamın var sənin gözəl qızımız. Bütün izləyənlərə salam deyirəm. Verilişə çəkilmisən sən heç? Yox. Çəkilməmsən, birinci dəfədir. Amma heç həyəcanın yoxdur sənin. Böyüyəndə kim olmaq istəyirsən? Həkim. Hə, bu da ki çətin məsuliyyətli peşədir. Gəl görüm yanımıza. Ən çox nənəni çox istəyirsən yoxsa babanı? Hə. İkisini də çox. Hansı çağıranda tez gedirsən? İkisi də. Sənə ən çox istədiyi kim alır? Babam. Baba alır. Yenə də baba. Bəlkə pul babadadır, ona görə ancaq baba alır. Elədir mi?
Bəs mama, papa? Onlar da alır. Hə. Maman çoxsa yoxsa papan? İkisini də. Sən təkcə mənə de, heç kimi eşitməyəcək burada. Ən çox mamanı çoxsan yoxsa papanı? Heç kimi eşitməyəcək. Bax mən eşidirəm. De görək. Hər ikisini də çox istəyirəm. Hər ikisini. Can. Əziz tamaşaçılar, maraqlı söhbətlərlə, zarafatlarla, şirin anlarla, məqamlarla dolu olan bu gözəl çəkilişlərimiz başa çatır. Mən Abibovlar ailəsinə, dəyərli ağsaqqal Mirdəs babaya xüsusi təşəkkürümü bildirirəm və bizim dəyərli həmkarımız Aydın bəy, siz də çox sağ olun ki, bu gözəl çəkilişin həyata keçirilməsində, bu ailə ilə bizim əlaqə yaratmamızda bizə dəstək oldunuz. Baba, çox sağ olun, Allah sizə can sağlığı versin, ömür versin. Necə ki, hörmətlisiniz, hər zaman da belə olasınız. Bax, bu gözəl balalardan, nəvələrdən hər zaman yarıyasınız, hamısı min budaq olsun. İndi eşitərdik ki, görək nə düşünürsünüz bu verilişimiz barədə? Sualları bəyəndinizmi? Yəni, münasibətiniz necə oldu bizim verilişimizə? Reaksiyanızı öyrənək. Səadət xanım, bilirsiniz, həqiqətən də bu evdə çəkilişlər bir neçə dəfə olub, ancaq bugünkü gün çəkiliş mən üçün tam qol qanad verdi. Nəyə görə? Çünki siz ailənin incəliyinə vardınız. Bizim Azərbaycan xalqının mehribançılığını, birliğini axtardınız, bir növrəsinə əl attınız. Mən sizin simazda bütün Azərbaycan xalqına minnətdaram. Çox sağ olun, biz də sizə təşəkkürümüzü bildiririk. Bu ailənin süfrəsi hər zaman ruzlu, bərəkətli olsun, canları sağ olsun. Necə ki, qonaqlı qaralı evdə elə belə də davam eləsinlər, əziz izləyicilər. Mirdəs babanın sözünə qüvvət, son olaraq onu demək istəyirəm ki, Azərbaycan xalqı tarixən digər xalqlardan fərqli olaraq hər zaman mehriban olub, hər zaman yəni qonağına süfrə açan, qapı açan bir xalq olubdur və Azərbaycanımız çox millətli bir dövlətdir. Hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq Azərbaycanda yaşayırıqsa, hamımız bir adı Azərbaycan vətəndaşı adını daşıyırıq və hər birimiz Azərbaycanlı olaraq çalışdığımız sahədə, çalışdığımız yerdə hər zaman Azərbaycan adını uca tutmalı və daima uğur əldə etməliyik. Yaşasın Azərbaycanımız, var olsun deyirik. Azərbaycan-Türkiyə qardaşlığı belə gözəl arzularla Salam Azərbaycan verilişinin Qubada çəkilişlərinin sonuna gəldik. Çalsın bugün bu kız köyden duyulsun, davul zurna çalsın. Salam Azərbaycan Qubada. Səadət xanım, siz Qubaya xoş gəlmişsiniz. Təşəkkürlər. Siz apardığınız çəkiliş lap əladır. Bütün komandanıza minnətdarlığımı bildirirəm. Bu günlərdə mən öz bağçamda öz zəhmətimlə yetişdirmişəm. Bu günlər necə qədər qəşəngdir, siz ondan da qəşəngsiniz. Ona görə də bu günləri verirəm sizə. Allah sizə həmişə bir yerdə eləsin. Çox sağ olun, təşəkkür. Ağsaqqalın bu komplimentini bəlkə alqışlayaq. Elə ağsaqqalı alqışlayaq. Belə gözəl pozitiv verilişimiz bəlkə də rayonlarımızda say seçmə verilişlərdəndir ki, yəni belə verilişlərimiz az olur. Təşəkkürümüzü bildiririk sizə. Bu gözəl güllər sizin öz əlinizin əziyyətdir, zəhmətdir, minnətdaram sizə. Arzu edirəm ki, bu ailənin simasında bütün Azərbaycan ailələrinin daima ocaqları yanar olsun, hər zaman qazanları qaynar olsun, çörəyi bişmiş olsun və suyu axar olsun deyirik əzizləyicilər. Saadətlə Salam Azərbaycan proqramının bugünkü Qubada Dəlləkli kəndində Abibovlar ailəsində Ağsıqa türkləri ilə çəkilişləri bax beləcəyə başa çatır. Və arzu edirəm ki, gözəl anamız siz, dəyərli ağsaqqal bu ailədən əksik olmasınız. Əziz tamaşaçılar, Xaçmazdakı çəkilişlərimizin təşkilatı dəstəyi olan Xaçmaz rayonunda sayılıb seçilən ən gözəl, mükəmməl istirahət üçün, dincəlmək üçün məkanlardan biri olan Ulduz Mehmanxanasının rəhbəri Kəmalə xanıma xüsusi dərin təşəkkürümüzü bildiririk. Əgər sizin də yolunuz Xaçmaza düşsə, burada qalmaq istəsəz, dincəlmək istəsəz, əminliklə deyə bilərəm ki, ən gözəl şəraiti olan otellərdən məhz biri Xaçmaz rayonunda nömrə 1 ünvan Ulduz Oteldir. Əziz tamaşaçılar, şimal rayonlarında çəkilişlərimiz davam edir. Əgər şimal rayonlarına üst tutmuşuqsa, Xaçmaza da mütləq gəlməliyik. Çünki burada bizim həm dəyərli dostumuz, həm Azərbaycan xalqının pəhləvan adət-ənənələrini qoruyub saxlayan, bütün hər kəsin rəğbətini, sevgisini, hörmətini qazanan xalq pəhləvanı Xəlilullah Xaspoladlı var. Xaçmazda hər kəsin gözəl tanıdığı, hamımızın sevimlisi, gözəl bizim dəyərli xalq pəhləvanı. Xoş gördük, salamlayırıq sizi. Çox sağ olun Səadət xanım, Xaçmaza xoş gəlmişsiniz. Genişiniz bərəkətli olsundur. Təşəkkürlər. Biz də qolluğunuzda, biz Xaçmaz rayonu, Xaçmaz cəmaəti qonaqsevəndir.
Kim gəlib burada Xaçmazdan narazı gedin. Mən də arzulayıram ki, siz də buradan gülə-gülə gedəsiniz. Cəmaatın rəğbətini qazanırsınız, cəmaatınızın. Təşəkkürlər. Keçən dəfə də sizinlə çox gözəl çəkilişimiz olmuşdu. Evinizin qapılarını bizə açdınız. Qonaqpərvərliyinizə görə minnətdarıq. Efirə baxdınızmı? Razı qaldınızmı? Çox sağ olun. Çəkdiyiniz veriliş çox gözəldir. Tarixi bir hadisədir də çəkilişlər hamısı tarixdə qalır. Bu uzun illər keçəcək. Yəni sizin o kanal o verilişləri verəcək. Bizim nəinki Xaçmaz cəmaatı, bizim əsil nəsildə, bizim nəvələr də hamısı o verilişlərə baxıb. Həm sizinlə, bəli, həm bizimlə fəxr edəcəksiniz. Belə bir pəhlivan babamız olub bizim. Belə bir pəhlivanımız olub. Çox sağ olun. Əziz izləyicilər, bu yaxınlarda pəhləvanın 70 yaşı tamam oldu. Allah sizə ömür versin. Çox sağ olun. 40 yaşında görünürsünüz. Maşallah olsun ki, Allah sizi qorusun deyirik və Xaçmazda rayon rəhbərliyi səviyyəsində 70 illik yubiley qeyd olundu pəhləvan üçün. Necə qeyd olundu? Bax, burada tədbirdə kimlər iştirak edirdi? Bundan danışaq. Çox sağ olun. Bu 70 illik düzdür. 70 il ömür yaş gedir. Bəli. Amma mən elə baxıram, fikirləşin, 53 ildir mən Azərbaycan xalqının gənc yaşlarımdan milli mədəniyyətini qoruyub saxlayıram mən. Nəinki Azərbaycanda, həmçində ölkə xaricində, başqa ölkələrə də gedirsiniz. Şu bütün Orta Asiya ölkələridir, Gürcüstandır, Dağıstandır, əlavə qonşu ölkələrdir, İrandır, Türkiyədir, nə bilim, dəfələrlə qastrollarım olub, amma adlarını çəkmirəm burada. Uzun illərdir bu sənətim, hələ tarixdə, Azərbaycan tarixində 70 yaşında pəhlivan olmayıb. 53 il milli sənəti yaşadan bir pəhlivan olmayıb. Tamaşaçılara da mənə də maraqlı olan bir sualı sizə ünvanlayım. Pəhləvan olmaq üçün yaşın önəmi varmı? Yoxsa bunu gənc yaşlarında, yəni erkən uşaq yaşlarında insan özündə aşkar edir ki, belə bir istedadım var. İndi mən bilmirəm Səddamın neçə yaş var, yəni yeni gəlir yanınıza dediniz, düzdür? Yəni təzəlikən məşğul olur. Yəni birdən-birə pəhləvan olmaq olurmu, yoxsa bu bir istedaddır, Allah vergisidir? Səadat xanım, bu sualı mənə çox jurnalistlər verir, çox əməkdaşlar sual verirlər mənə. Çünki mənim o qədər boyum boxum yoxdur da. Normal bir adamam mən. İndi siz təsəvvürləyin. Mən eləyən güc nömrələri hələ deyəmərəm ki, belə özümə görə də respublikada hamısı məni pəhlivanlar birliyi var. Onlar da məni ağsaqal, ustad sayır. Yəni mən tamaşalarım çox güclü gedir. Çox yaxşı dil qabiliyyətim var. Tamaşaçılara çatdırıram o nömrələri. Düzdür. Pəhlivan olmaq üçün birinci tərbiyyən olsun. Cəmaat içində, elin içində hörmətli olmalısan. Ailən də, aton da, anon da, özün də əmələ gəlirsən də hörmətə malik olmalısan. Onunla başqa gücün də olmalıdır biraz. Amma məndə verən Allah gücüdür. Mən gecə yatmışam, səhər durub olmuşam sim pəhlivanı. Gecə yatmışam, fevralın 21-i 82-ci ildə səhər durub olmuşam, hələ Üzbəkistanda ikən mən Səmərqanddan Aralı Çelik şəhərində. Yoxudan durmuşam, olmuşam güc pəhlivanı. Allah bu gücü verib, nə vaxtsa alacaq məndən onu bilmirəm. Mənə indi bax 71 yaşa keçmişəm, qədəm qoymuşam. Bütün dostlarıma da arzulayıram bu yaşları görsün. Ya bu müddət ərzində Allah onlara sağlam ömür versin, yaşasınlar, xalqına xidmət eləsinlər, ailəsinə baxsınlar. Yəni yaş gedir, mən də hiss eləyirəm. İndi yaşda elə bir şeylər var ki, mənim uca 71 yaşa keçir, elədiyim şeyləri bəzən nömrələrdə də var. Yaşıma görə hərəkət elə, uyğun elə. Mən pəhlivanam, çıxım, mən beləyəm, hamısı əlimdən gəlir. Amma insan, gerisi yaş ötdükcə insan ağırlaşır, dahiləşir, ağır olur. Hələlik güc gedir, güc var. İndi sözsüz ki, mən o 25, 30, 40 yaşında elədiklərimi indi eləyirəm onları. Amma ustalıqla eləyirəm onları. Səddam, xoş gördük öncəliklə. Davamlı olsun, inşallah uğurların bol olsun deyirik. İnşallah ki, pəhləvan adını həmişə uca tutasınız. Yəni onun adına layiqli nömrələr göstərəsiniz, adsan qoruyub saxlayasınız. Necə oldu ki, dediniz, gedim mən pəhləvana müraciət edeyim və bu sənəti başlayayım? Əvvəla salamlayıram hər bir kəsi. Kanalınızı da salamlayıram buradan. Xaçmaz rayon sakinlərinə yenə salamlayıram sizi. Ustad pəhləvanı biz elə bir belə deyək də təsadüfən, yəni mən ibtidai məktəbdən sinif vaxtlarından bizim məktəblərə gələrdi, çıxışlar eləyərdi. Məsələn, mən də ağlıma gəlməzdi ki, mən də nə vaxtsa pəhləvanla bir yerdə çıxış edərəm və özüm kimi şagirdlər, uşaqlar sonra bizə səhnədən baxar, izləyər. Amma bununla bərabər artıq 6 aydan çoxdur bir yerdə fəaliyyət göstəririk. Bir il öncə bundan əvvəl
Müəllim ünsiyyət yarandı. Soruşdu ki, məndən bu daş qaldırmaq, o birisi falan. Dedim, bəli, yəni qaldıra bilirəm. Bir yoxlamaq istədim yəni məni. Yoxlamaq istədi, yoxlama qərarında gördü ki, yavaş-yavaş dedi ki, yaxşısan dedi, maşallah. Yavaş-yavaş 1-1, 2-2, 3-3 nömrə səhnəyə buraxacam dedi səni yavaş-yavaş. Hələ də oldu inşallah. Bərabər addımladı səhnəyə. Bəli. Yəni bu kişinin, bu müəllimin, bu ustad pəhləvanın yəni böyük zəhməti, böyük əməyi oldu yəni mənim bu işim üzərində. Yəni bu cür yəni. Tələbələr yetişdirməyə düşünürsünüz? İnşallah. Gələcəkdə bəli. İnşallah. Allah istivar eləsin. Dəyərli pəhləvanımız. Belə bir şey var. Bu şimal zonası doğrudan hamısı məndən fəxrləyir. Bunu mən desəm, bütün respublika fəxrləyir. Bütün sənət dostların, pəhləvanlar fəxrləyir. Mən sənətdə də, insanlıqda da çox sadə, çox mülayim adamım, insan adamım. İndi belə bir şey var da, baxın, 26 il mən sim pəhləvanı olmuşam, həm də güc pəhləvanı. Güc ayrı, sim ayrı. Hələ Azərbaycan tarixində, Azərbaycan son götürüb bu 300-500 ildə bu iki sənəti eləyən pəhləvan olmayıb. Nəinki Azərbaycanda, dünya müsəlman ölkələrində biz əlaqə saxlayırıq da bilirik. İki sənəti eləyən pəhləvan mənəm. Əziz tamaşaçılar, xalq pəhləvanı Xəlilullah Xaspoladlı ilə biz Xaçmazdakı məktəblərdən birinə gəlmişik və burada Xəlilullah pəhləvan müəyyən nömrələr göstərir və gözəl məktəbli balaları sevindirir. Xaçmazda xalq pəhləvanı Xəlilullah Xaspoladlı ilə çəkilişlərimiz davam edir. Salam Azərbaycana baxırsınız. Əziz tamaşaçılar, onu da qeyd eləyək ki, xalq pəhləvanı Xəlilullah müəllim demək olar ki, hər il, hər ay məktəblərdə bax belə nömrələr göstərir və biz də Xəlilullah müəllimə can sağlığı arzu edirik. Məktəblər tərəfdən görürsünüz də necə alqışlarla qarşılanır. Həqiqətən də əsl xalq pəhləvandır və xalqın sevgisini, rəğbətini, hörmətini də elə daima hər zaman qazanıb. Bəli, şəhidlərimiz sayəsində, qatillərimiz sayəsində, zabitlərimiz, əskərlərimiz sayəsində. Əlbəlalar, bəli, tarixdə görünməyən bir hadisə dünyanın heç bir ölkəsində olmayıb. 44 gün ərzində Azərbaycan prezidenti, hörmətli prezidentimizi İlham Əliyevin başçılığı sayəsində onun düzgün verdiyi qərar, zehni, ağlı nəticəsində bizim Azərbaycan torpaqları azad oldu, əzbalalar. Bizim qaçqınlarımız cemaat yurduvasına qayıtdı. Qaçqınlar Kəlbəcərə, Laçına, Cəbrəylə, Füzuliyə, Ağdama. Hamısı ata-analarına, babalarını ziyarət elədilər qəbirlərlə. Bunu kim eləmişdi? Prezidentimiz İlham Əliyev. Bir alqışlayaq onu bütün məktəb adından. İndi də görürsünüz. Respublikamızda quruculuk işleri gedir, körpüler tikilir, rayonlar tikilir, kentler salınır. Bunları sizin için, bizim için iler. Aydın oldu mu?
Saadətlə Salam Azərbaycan proqramına baxdınız. Növbəti həftə, növbəti efirlərdə görüşənədək. Bugün isə bu qədər. Sağ olun. Hələlik.